Ali məhkəmədə qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Ali Quliyevin işi üzrə zərər çəkmişin verdiyi kassasiya şikayətinə baxılıb və iclas başa çatıb. İstintaqla müəyyən edilib ki, hadisə 9 fevral 2024-cü ildə Bakıda qeydə alınıb. Ali Quliyev tanışı tərəfindən binanın dəhlizinə çağırılıb və ona qızı Aminə Quliyevanın güya əxlaqsız həyat tərzi keçirməsi barədə məlumat verilib. Ata bunu namusuna toxunma kimi qiymətləndirərək qızını öldürmək qərarına gəlib. O mənzilə daxil olaraq mətbəxdən bıçağı götürüb və arvadının gözü qarşısında qızının bədəninin müxtəlif nahiyələrindən 5 dəfə zərbə endirib. Cinayət niyyəti qonşusunun müdaxiləsi nəticəsində başa çatdırılmayıb və Ali Quliyev saxlanılıb. Baş Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 11 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası bu hökmü qüvvədə saxlayıb. Zərər çəkmiş Aminə Quliyeva kassasiya şikayətində bildirib ki, cəza təyin edilərkən Ali Məhkəmə Plenumunun 2023-cü il tarixli qərarının tələblərinə əməl olunmayıb. O həmçinin qeyd edib ki, atası onu həqiqətən öldürmək niyyətində olsaydı, buna heç kim mane ola bilməzdi. Onun fikrincə məhkum məhkəmə istintaqında verdiyi ifadələrdə onu öldürmək yox, qorxudaraq cəzalandırmaq niyyətində olduğunu bildirməklə həqiqəti söyləyib. Məhkəmə kollegiyası bu arqumentləri nəzərə alaraq kassasiya şikayətini qismən təmin edib və Apellyasiya Məhkəməsinin qərarını dəyişdirib. Məhkumun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəsinə təksir olunub və ona 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qeyd edək ki, ad və soyad şərti verilib.